Bugün ikinci çərşənbədir. Hər kəsin bayramını təbrik edirəm. Bu dəfə Nailənin sifarişi ilə rulet hazırladım. İstifadə etdiyim məhsulların hər biri İlğımın məhsullarıdır və korobkada olan bir çox məhsullarının içində hədiyyə var. Ruletimin tərkibi 5 yumurta, 1 stəkan şəkər tozu, vanil və 1 stəkan undan ibarətdir. İçinə isə krem şanti və qaymaq əlavə etdim. Gördüyünüz kimi Novruz səbətimizi də hazırlayırıq. Yeni ildə həvəslə yolkanı qururuq. Novruzda isə onun səbətini hazırlayırıq. Mən səbəti hazırladığım müddətdə dedim ki, ruletim biraz özünə gəlsin. Nəzrinlə birlikdə Novruz səbətimizin içinə yeni oyuncaqlar aldıq. Bugün səməni də alacaqdım, amma səməni tapa bilmədim. Eyb yoxdur, qalsın gələn çərşənbəyə. Biz uşaq vaxtı olanda papaq atmanı sonuncu çərşənbədə edərdik. Amma indi bütün çərşənbələrdə papaq atırlar. Bayramın da dadı, duzu bunun papaq atmasındadır. Qızlar, rulet çox ləzzətli çıxıb. Mütləq yoxlayın. Qızlarla süfrəni hazırladıq. Görək Atilla sayəsində neçə saat belə qalacaq.